Salamlayıram, əziz balalar, bayramınız mübarək deyirəm və şəhidlərin aşığı olan Kifayət xanıma, Hacı xanımı yanıma dəvət edirəm. 44 günlük müharibədən ta öncə, illər öncə, Xocalı hadisələrindən də öncə az təminatlı ailələrin yanında olan bu dəyərli xanım. Bizim əzizimiz, dəyərli Hacı xanım, mən kapitan Elçin Tağıyevin anasını da dəvət etmək istəyirəm bura. Biz her zaman size hürmetle yanaşırıq. Ona göre ki siz bizim için çok değerlisiniz. Qeyd elədim, Hacı xanımı 92-ci illərdən tanıyıram. O vaxtlar Hacı xanım aztəmdaqlı ailələrə dəstək olurdu. İndi isə çalışır ki, gücünün getdiyi qədər hər kəsin yanında olsun, hər kəsə öz mənəvi maddi dəstəyini göstərsin. Sizlərə də kim dəstək olursa, mən ona dərin təşəkkür edirəm. Bilirsiniz, 44 günlük müharibədə Kapitan Tağıyev kimi oğullarımız vətən torpaqlarının müdafiəsinə qalxdılar. Ayna ana hər zaman ona diqqət ayıranlara özü də diqqət ayırır. Bugün Ayna ananın sizə kiçik də olsa hədiyyəsi var. Ayna ana, buyurun. Salam, sağ olun Raziyə xanım, təşəkkür edirəm. Salam əziz şəhid anaları, şəhid balaları, şəhid xanımları. Sizi bu təzə il təqdim ilində təbrik edirəm. Sizə can sağlığı. Bu çətin yolda ağır yüküzlə sizə Allah kömək olsun. Allah razı olsun. Kifayət xanım, sizə də bizə göstərdiyi dəstəyə görə, qayğıya görə öz təşəkkürümüzü bildirib, böyük də olmasa, bir ürəyimizin sevgisi olaraq, bizim yanımızda hər kəs zəhmət çəkirsə, biz onlara diqqət ayırmaq. O deməkdir ki, onlar həmişə bizim yanımızda nəsə maddi dəstək olmalıdır. Mənə biz də bir ana kimi, biz öndə gedənlər, biz də onların həmişə xeyir işlərində, ad günlərində gərək bir ana kimi, siravi əskər kimi yığılar, onların ad günlərində, şad günlərində iştirak edək. Kifayət xanım, bu balaca hədiyyəni məndən qəbul eləməyə xahiş edirəm. Təşəkkür. Ayna ana, mən sizə təşəkkür edirəm, hədiyyənizi təqdim edin zəhmət olmasa. Dəryanur da şəhid Kapitan Tağıyevin qızıdır, o da sizi sevgisini belə bildirir. Mən heç bir zaman nəinki şəhid ailələri, heç bir imkansız ailələr var. Burada onlar əyləşir və eləsi var ki, 12 ildə, 13 ildir mən onların yanındayam. Maddi, mənəvi, xəstəliklər hər məqamında. Nə də vaxt ki, mənə ümid yeri biliblər, mən onlara ümid qapısı olmuşam və Allah buna mənə özü yol açıb. Bunun üçün mən fəxr etmirəm. Sadəcə olaraq Allahıma şükür edirəm ki, bu qəlbdə sevgini yaradıb mənim üçün. Mən bunun üçün Allahıma çox minnətdarım, təşəkkür edirəm. Allahım üçün ki, mənə bu qəlbimə bu sevgini salıb və mən heç bir zaman, heç kəsdən, heç bir təmandan gülməmişəm. Heç vaxt kimsə mən bunu edirəm, qarşılığına nə etsin deməmişəm. Ancaq bir şəhid anasının, bir şəhid xanımlarının mənə göstərdiyi bu qayğı, diqqət, inanın ki, mənə cənnətin elə bil ən böyük müjdəsi olan 7-ci qapını açmış kimi bir şeysiz, həqiqi mənada deyirəm. Bu mənim üçün qürur duyucudur. Bir şəhid anasından hədiyyə deyil də, onun bir duası mənim üçün bir cənnətdir. Sizlər bizim bir barmağımızı kəssələr, biz o barmağımızı əsla kiməsə kəsib vermərik. Halbuki sizin oğullarınız özləri üçün deyil, bu vətən üçün, bu xalq üçün şirin canlarından keçib. Mən 5 ilə yaxındır, 4 ildən çoxdur, şəhidimiz Mahmudun xanımıdır, Azərin xanımıdır, Arazın xanımıdır, Şakirin xanımıdır və qeyri şəhidlərimiz, bura şəhidlərimiz çoxdur. Əkbərin anası buradadır, Allah Hüseynin xanımı buradadır. Allah hamısına uzun ömür, can sağlığı versin. Adlarını kimisə çəkmirəm, üzürlü sayım. Cəsarətimin ailəsi buradadır, İsa balamın ailəsi buradadır. Kapitan Mixailimizin anası buradadır. Yəni, kimləri deyim, bilmirəm, burada çoxdur şəhidlərimiz. Allah hamısının ömrünü uzun eləsin. Sizlərdən mən sadəcə olaraq bir dənə dua istəyirəm. Mənim heç bir haqqım yoxdur ki, şəhid üzərində onlardan nəsə istəyəm. Şəhidlərin bir damla qanun haqqını mən həyatım boyu ödəyə bilmərəm. Allah sizlərə can sağlığı versin ki, o cür qəhrəman oğullar dünyaya gətirmişsiniz. Nüsrət bacı buradadır, Kapitan Əkbərimizin anası Mayda ana buradadır, Hüseynimizin ana əvəzi Durna xanım buradadır, sahibim
Yoldaşımın əmizadəsi, şəhidimiz Sahibin anası, baş leytenant Sahibin anası buradadır. Ramilin anası, antiterror şəhidimiz Ramilin anası, Sahib də antiterror şəhidlərimizdəndir. O boyda qələbəni qazanıb 44 günlük müharibənin savaşında tam iştirak etmiş, qələbə sevincini yaşamış və sonra o qələbə sevincindən sonra 2 il yarım sonra 2023-cü il sentyabrın 19-u, sentyabrın 20-si şəhid olmuş qəhrəman sahibimizin, Ramilimizin anası buradadır. Allah sizlərə can sağlığı versin əzizlərim. Sahib mənim yoldaşım əmizadəsinin oğludur. Allah bütün şəhidlərin məqamı ceyləsin. Mən sahib dillə qohum olsam deyə bir gəlir, çox gəliş gedişimiz yox idi. Ancaq inan şəhidlər olandan sonra mən bütün öz qohum əqrabamı unutmuşam. Həqiqi mənə deyirəm, bütün şəhid anaları mənim üçün bacıdır, bütün şəhid xanımları isə mənim üçün övladdır. Həqiqətən mən bilmirəm, o sevgimi dildə ifadə edə bilmirəm. Ancaq həqiqətən mən şəhidlərin aşıqıyam. Elə bir aşıqəm ki, mən o şəhidləri gecə gündüz yuxumda görürəm. Ay Səbalanın anası İradə xanım, Səbalanın anası o cür qəhrəman oğul dünyaya gətirmişsən, vətən üçün canından keçib. Mən sizin hər birinizin qarşınızda baş əyirəm. Hər birinizə minnətdaram ki, sizin oğullar, sizin yarlarınız bəs bizim torpağımız uğrunda şəhid olub və bizlər bu torpağın üzərində oynaya, danışa, gülə gəzirik. Kimlər sayəsində başımız ucadır. Azərbaycan bayrağı hər bir zaman yüksəklərdə dalğalanırdı. Ancaq xarici dövlətlərdə, yüksəklərdə, arenalara dalğalandı bayraqlarımız. Deyirlər ki, bu 44 günə öz torpaqlarını yağı düşməndən azad etmiş Azərbaycan bayrağıdır. Azərbaycan bayrağının zirvələrdə dalğalanlar oğullarımızın ruhu qarşısına baş əyirəm. Qazilərimizin yaralı əzaları qarşısına baş əyirəm. Və veteranlarımızın qarşısına baş əyirəm. Hal-hazırda bizi döyüş bölgələrində qoruyan əskər zabitlərimizi, polislərimizi və bizim ali baş komandarımızı Allah qorusun ki, bizim torpaqlar hər bir zaman azad olsun. İnşallah yeri gələr, elə Ermənistanın da alacaq. Ora bizimdir, bizim də olacaq inşallah. Bizim değerli Hacı Xanımın ürəyi o qədər dolu olur ki, biz tədbirlərdə olarkən saatlarla danışsa belə doymur danışmaqdan. Hacı Xanım, yanvarın ikisində Hacı Xanım dəyərlimizin doğum günüydü. Mən də bir şairə olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü 32 kitab müəllifi Raziyə Kamil qızı olaraq ürəyimdən keçən qəlbimin səsini bax bu rəsminizin üzərinə yazaraq bu hədiyəni az da olsa məndən qəbul edəsiniz və istəyirəm ki, bu hədiyəni burada açıb siz qəbul edəsiniz ki, bu mənim sizə şəxsi hədiyəmdir. Mən də Raziyə xanımı təqdim etmədim, təqdim edəcəkdim. Həqiqətən Raziyə xanım da öz sevgi şeirlərini 5 ildir şəhidlərimiz üçün yazır, şəhidlərimizə vurğuluyor. Allah razı olsun. 32 kitabın müəllifidir. Bu 5 ildə 32 şəhidlərə ait kitab nəşr elətdirib yazır. Allah sizə zehn açıqlığı versin. Səsiniz hər bir zaman yüksəklərdən gəlsin. İnşallah tez bir zamanda Heydər İlham Əliyevin sizə gözəl bir müjdəsi olsun inşallah. Çox sağ olun. Təşəkkür edirəm Raziyə xanım. Raziyə xanım 5-10 gün bundan öncə məndən şəkil işləmişdi. Mən bu şəkilini götürmüşdüm. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram sizə. Bizim Şəhid Mahmudun xanımının da hədiyəsi var. Bizim bu gözəl qızımız onu hədiyə etsin Kifayət xanıma. Buyur qızım. Bu Mahmudun və elə Mahmudun timsalında bütün şəhidlərimizin, arazımızın, Mahmudumuzun, bütün şəhidlərimizin sizə cənnətdən göndərdiyi şeylərdir. Hər birinizə təşəkkür edirik. Var olun, diqqətinizə görə minnətdarım. Çox sağ olun. Benim için büyük bir nimet.